Bəli dostlar, məndə BS kateqoriyadır. Ümid edirəm ki, qayıt olsa cərimə yazmayacaq. Çünki bu dənizə girmiş maşınla. Hər halda cərimə yazmayacaq. Bəli dostlar. Vəziyyət belədir. Müraciət eləmişik də indi. Bizim travamıza hansı kateqoriya lazımdır, onu dəyilərsə bizə deyəcəklər. Xəritədə bilinməyən təzə göl tapmışam. Hardasa bu bina ərazisinə daxildir. Yavaş-yavaş giririk bu gölə. Özün kimi o yol neydi? Dostlar, bina tərəfdə yeni göl aşkarladım. Yeni göl tapmışam. Xəritədə yoxdur. Yəni qısaca yoxdur, həqiqətən xəritədə yoxdur bu göl. Hal-hazırda girmişəm bu gölə. Xərdə balaca bir adalar da var. Yaxşı olacaq. Yenilikləri görmək üçün kanalımıza abunə olun. Bəli, bildirimləri açın. Belə bilmədiyiniz, görmədiyiniz yerləri çəkib sizlərlə paylaşacağım. Hələlik. Bir göl daha tapdım. Belə bunu da qeyd eləmək lazımdır. Yavaş-yavaş gedirik. Değerli izleyiciler, bugün de xəritədə olmayan göl aşkarladık və qardaşın dediyinə görə qonşular burada balık tutmaya başlayıblar. Yaxşı balık çıxır burada. Ağlar sizə dedik, bu balık tutmaq üçün qonşular burada şərait qurublar. Böyle. Kubik koyublar. Eğer bir qonşu öz kubikini götürüb qoyub orada otururlar. Qırmaq atırlar burada. Deyirlər ki, yaxşı balık çıxır. Böyle. Bina ərazisidir. Dostlar, yeni bir göl aşkarladım, bəli. Ünvan harada abi? Bina Safız. Bina Safız, bəli. Yavaş orada suyu hiss edirəm maşının içində. Bəli dostlar. İnşallah ümid edirəm ki, cərimə yazmazlar. Çünki məndə BS kateqoriyadır. Gölə girmişəm. Normalda Yurtkada gəmi girir. Mən girmişəm, mən risk eləmişəm. Bir axırım olur. Bu gece size göre eminim gezerim bu küçələri bir yeniliklerle karşınıza olacaq. Görürsünüz, videoları görürsünüz. Maşallah olsun. Bəli dostlar, ayaqları müşteri sipariş verib konuma getmədi ya. Bir de gördüm müşteri mən yığır deyir ki, kardeş hara gelirsən? Deyirəm kardeş sipariş vermişsən, konuma gəldim. Deyir kardeş səhv gelirsən. Baxıram xəritəyə ki, külək maşını fırladım. Mən üzü əks istiqamətə gedirəm. Yəni, o dərəcə yəni külək var. Maraqlı adama adrenalin, həyəcan, ləzzət edir adama. Kim bu adrenalini yaşamaq istəyirsə, qardaş, çıxsın tarasa, sürsün öz üçün kef eləsin abi. Ləzzət edir özüm ölüm. Vallahi, bu arada kanalımıza videolarını beğenin dostlar, like edin, takip atın. Maraqlı videolar gələcək. Bəli.